Salam. Mən bugün ekler hazırlayacağım. Bir dəfə hazırlamışdım, amma musiqi ilə kanalımda paylaşmışdım və mənə pozitiv rəylər yazıb, mənə çox böyük motivasiya verən ilk izləyicilərimdən biri yazmışdı ki, kaşki bunu izahlı paylaşaydın və mən ona söz verdim ki, mütləq təkrar hazırlayaram və çəkərəm. Bugün hazırlayıb çəkməyə çalışacağım. Amma iki şey demək istəyirəm. Birincisi, mən professional aşpaz deyiləm. Əgər səhv buraxarsamsa, nəsə bir qüsur işləsəm, üzr istəyirəm öncədən. İkincisi, demək istəyirəm ki, bir-iki nəfər yazmışdı, zənnimcə 2 nəfər yazmışdı ki, biraz çox danışırsan çəkərkən. Onu demək istəyirəm ki, mənim kanalım adından da göründüyü kimi, mənim həyatım, yəni Münəvvərin həyatı, Means Life-dır kanalımın adı. Mən gündəlik həyatımdan paylaşıram. Yəni yemək üzərinə qurulmuş kanal deyil. Əgər elə olsaydı, mən özümü də çəkmədən 2-3 dəqiqəlik sadəcə yeməyin hazırlanmasını çəkərdim. Amma elə kanal deyil mənim kanalım. Mən ara bir neçə vloqdan bir yemək, bir şirniyyat neysə çox bəyənilirsə çəkirəm. Çünki mən çalışıram ki, hansı yeməyin və yaxud da hansı şirniyyat hazırlayıramsa, onun daha rahat yolunu axtarım, tapım, öyrənim, o cür çəkim. O cür hazırlayım, üzr istəyirəm. Belə, biraz səbirli olun, səbirsiz izləyicilərim var, 1-2 nəfər. Səbirli olmağı diləyirəm sizə və yeni gələn izləyicilərimə çox təşəkkür edirəm izləməyə aldığı üçün, mənə like-a toxunduqları üçün, vaxtlarını sərf edib izlədikləri üçün, haqqınızı halal edin deyirəm. Çox gözəl rəylər yazmışsınız. Allah hamınızdan razı olsun. Siz bilə bilməzsiniz ki, mənə necə motivasiya verirsiniz. Siz bilmirsiniz ki, mənim ürəyimi necə sevinirsiniz. İnanın, bir insanın ürəyini sevindirmək çox böyük savabdır. Çox böyük savaba girirsiniz. Hələ bir izləyicim var, əziz bacım yazmışdı. Bağrıma basıram sizi. Çox sağ olun deyirəm. O müsbət rəy yazan, gözəl sözlər yazan izləyicilərimə demək istəyirəm ki, sizin əslində ürəyinizin gözəlliyidir. O ki, siz gözəl görürsünüz, yoxsa ki, qüsur axtarmırsınız. Yəni, gözəl qəlbli olmayan insanlar sizin kimi baxa bilməz. Bu, sizin ürəyinizin təmizliyidir. Haqqınızı halal edin. Çox təşəkkür edirəm like-a da toxunduğunuz üçün, izləməyi aldığınız üçün. Çünki bu kanalın böyüməyi üçün çox vacibdir. Bu kanal, bu video kimin qarşısına çıxırsa, izləməyə alsa sadəcə problemsiz, heç bir pulsuz, parasız birdən ora toxunuş edəcək. Videonu da bəyənsə, like-a toxunsa, məni çox sevindirər. İzləməyə almasa da, toxunmasa da like-a, canı sağ olsun. Məcbur edə bilmərik. Belə, öpürəm hamınızı. Təkrar bağrıma basıram hamınızı. Çox təşəkkür edirəm. Çox sağ olun deyirəm. Keçək hazırlanmasına. Bir stakan belə adi xrustal stəkanla su və bunu qızdırırıq əvvəlcə. İsidilmiş suya 100 qram yağ əlavə edirəm. Altı yanaraq, hələ yanır, isti suyun içində əritməyə başlayıram. Tamamilə əridikdən sonra qaz üzərindən götürəcəm. Tamamilə yağ əridi. Yağ əridikdən sonra unu əlavə edirik. 1 stəkan un. 1 stəkan un əlavə edib qarışdırırıq. Tamamilə canına çəksin. Qoyuram soymağa. Mütləq soymalıdır. 2 yumurta. Əvvəlcə birincisini əlavə edib yedirəcəm. 1 yumurta əlavə etdim, yedirdim. Bu da ikinci yumurta. Cəmi 2 yumurta. Cəmi 2 yumurta əlavə edirik və yaxşıca yedirməliyik soyuduqdan sonra. Qatılığına baxın, artıq yedirdim tamam. Baxın, tamamilə yedirdim. Bu cür olmalı. İçinə belə keçirtdim. Deməli, içinə keçirtdim kremləri bəzəmək üçün olan uculuqdan, bilmirəm bunun adı nədir. Qoyuram. Amma kəsməmişəm hələ ucunu. Kütləni tökürəm onun içinə. Hamısını tökəcəm. İndi ucunu kəsirəm.
Deməli, sıxdım eklerləri, qoydum artıq 200 dərəcə Selsidə öncədən isidilmiş sobaya qoydum bişməyə. Mütləq 200 dərəcədə bişməlidir, çünki və öncədən isidilməlidir, çünki tərkibində soda yoxdur və şişməz aşağı temperaturda olsa. Üstü qəhvəyi rəngi olana qədər bişir, sonra söndürürəm sobanı, hardasa 10 dəqiqəyə yaxın içində saxlayıram, sobanın içərisində saxlayıram ki, eklerlərin içi qurusun. Ondan sonra çıxarıram, qoyuram soymağa. Soyandan sonra artıq kremləri içinə sıxdım. Sıxandan sonra glazuru hazırlayıram. Çünki glazur çox tez qatılaşır. Bütün iş prosesi bitirdikdən sonra glazur 5 dəqiqə ərzində hardasa qatılaşmağa başlayır. Səs, mən çəkilişə başlayanda şəhər ayağa qalxır. Deməli, glazur sirop qatılığında olmalıdır, sonra səpirik üstünə. Ona görə öncədən hazırlasaq artıq çox qatılaşar və üstünə tökə bilmərik. Belə. Glazur üçün yarım stəkan şəkər tozu. Zövqə görə nə qədər istəsəniz, yəni maksimum 2 xörək qaşığı kakao əlavə edə bilərsiniz. Və 3 xörək qaşığı da süd. 3 xörək qaşığı süd əlavə edirəm. Odun üzərinə qoyub, qaz üzərinə qoyub başlayacağam bişirməyə. 2 3. Bu zavarnoy kremdir, yəni eklerin içərisinə deməli sıxmaq üçün. Deməli bunun içində nə var? 1 stəkan yarım şəkər tozu, 1 yumurta, 2 xörək qaşığı un, 2 stəkan süd. Bunların hamısını bir yerdə qazana əlavə edib qarışdıra zəif xodda bişirməyə başlayırıq. Elə ki pıqqılladı, belə qaz qabarcıqları çıxdı, qazın üzərindən götürürük. Maksimum 300 qrama qədər yağ əlavə edə bilərik, amma 150 qram əlavə edə bilərsiniz, 100 qram əlavə, zövqə görə necə ürəyiniz istəyirsə və çox ləzzətli kremdir. Sonra qoyuruq, soyusun, soyuyandan sonra belə qatılaşır. İndi başlayacaq eklerlərin içərisinə sıxmağa. Hazırladım, soyuducuya qoydum, artıq hazırdır, soyuducuya qoydum. Bir də mən çiyələklər yəni təmizləyib dondururam, dondurucuda saxlayıram qış vaxtı istifadə etmək üçün. O çiyələklərlə də bəzəmək olar. Yəni bəzəyə bilərsiniz, mən bəzəyəcəm, yəni məndə var, bəzəyəcəm. Çiyələksiz də etmək olar. Çiyələklərlə də ortalarına belə qoysanız, bəzəsəz daha gözəl olar. Belə, göz haqqınızı halal eləyin. Hazırlayın, çox asan yoldur. Çox da ləzzətlidir, çox da dadlıdır. Öpürəm hamınızı. Bir qüsurum olduysa, üzr istəyirəm öncədən.